Hansı maddənin molekulu polyardır? Bizə 3 maddə vermişdir. Metan, sulfit turşusu və karbon qazı. Deməli, baxırıq metana. Metanda karbon atomu, yəni mərkəzi atomun xaricində 4 valent elektronu var və metan molekulu yaranan zaman bu 4 valent elektronlarının hamısı gördüyümüz kimi istifadə olunur. Yəni hamısı istifadə olunursa və mərkəzi atomun maksimum oksidaşma dərəcəsi göstərirsə, deməli bu mənim qeyri-polyar molekulum olacaq. Sonra keçirik H2S-ə. H2S-də də kükürt, yəni mərkəzi atomum xaricində valent elektronları 6-cı yarımqrup elementi olduğu üçün 1, 2, 3, 4, 5, 6. Və bu iki tək elektronlarım hidrogenlə birləşəcək, mənim sulfit birləşməm əmələ gətirəcək və gördüyümüz kimi mənim valent elektronlarımın hamısı tam istifadə olunmadı. Yəni mənim əlavə elektron cütlərim qaldı. Deməli mənim bu molekulum olacaq polyar. Sonra karbon qazına baxıram. Karbon qazında karbon burada sp hibridləşmə vəziyyətində olacaq və karbonun ətrafında olan 4 valent elektronlarından gördüyümüz kimi hamısından maksimum istifadə edəcək. Və mənim mərkəzi atomum burada da gördüyümüz kimi qeyri-polyar vəziyyətdə olacaq. İndi bizdən molekulu polyar olanı istəyir. Yəni H2S gördüyümüz kimi polyar